Ölkənin Vətəndaş Cəmiyyəti İnstitutlarının bir qrup təmsilçisi, Kür Vətəndaş Cəmiyyəti qərargahının koordinatoru Oqtay Güraliyevin müdafiəsi ilə bağlı şənbə günü Rafidə toplantı keçirib. Toplantıya qatılanlar hadisəni birmənalı pisləyərək bunu siyasi sifariş adlandırıblar. Bu həbs həm də Vətəndaş Cəmiyyəti İnstitutlarına təzyiq hesab edilib. Natiqlər məsələni təkcə Oqtay Güraliyevin həbsi üzərində yox, bütünlükdə Vətəndaş Cəmiyyəti İnstitutlarının təzyiqə məruz qalması üzərində fokuslaşdırmağı önə çəkiblər. Bu məqsədlə Vətəndaş Cəmiyyəti İnstitutlarının Hüquqları Müdafiə Komitəsi yaradılıb. Bu qurumda istər Oqtay Güraliyevin, istər jurnalist İdrak Abbasovun müdafiəsi öndə durur. Qərara alınıb ki, Kür qərargahının fəaliyyəti bundan sonra da davam etməlidir. Qərargahın fəaliyyətini gücləndirmək üçün və Oqtay Güraliyevin həbsinə etiraz olaraq toplantının gedişində 20-yə yaxın ictimai qurum və fərdi şəxs qərargaha üzv olmaq qərarı verib. Komitə Güraliyevin həbsi ilə bağlı beynəlxalq qurumlara, demokratik dövlətlərin rəhbərlərinə, Azərbaycanın dövlət qurumlarına, hüquq mühafizə orqanlarına müraciətlər ünvanlamağı qərarı aldı. Oqtay Güraliyev 2010-cu ildə baş vermiş sel daşqınlarını əhatə etdiyi ərazilərdə insanların rastlaşdıqları problemlərin monitorinqini aparan Kür qərargahı tərkibində fəaliyyət göstərirdi. Monitorinqlər fəlakətlə bağlı vətəndaşlara ayrılan maliyyə vəsaitlərinin mənimsənilməsi və sair neqativləri üzə çıxarmışdı. Güraliyev 2012-ci il aprelin 8-də Sabirabadi Minbaşı kəndində növbəti monitorinq apararkən saxlanılıb. Aprelin 18-də Cinayət Məcəlləsinin 220.2-ci hökumət nümayəndəsinin tələblərinə fəal şəkildə tabe olmama, kütləvi ixtişaşlara çağırış maddəsi ilə ittiham irəli sürülərək barəsində həbs qətimkan tədbiri seçilib.